Əlindən nəyə var? Hamı sən dedi, sən düz dedin. Bu qadın niyə gəlib burada oturubdur? Niyə bunu icazə versin oturmağa? Gəlib həyasızlıq salmağa? Nəyin nəvəsi? O da nənəsidir. Haradaydın sən? Niyə baxmırdın? Niyə baxmırdın? Niyə baxmırdın? Bəli, sən niyə baxmırdın? Eyib deyir, diləndirirdi, gedərdin hüquq mühafizə orqanına. Niyə müraciət eləmirdin? Vermirdi. Vermirdi, dövlətə müraciət. Bu verilişə gələrdin. İndi niyə gəldin? Vaxtilə sən gələrdin bu verilişə. Müraciət eləyərdin. İndi nə var düşmüşsünüz onun üstünə? Ama bilməyəcəksiniz o uşaq ondan. Burada mən... Gəlin, bir saniyə. Bəzən insanlar düşünürlər ki, onlar qışqırırlarsa, onlar haqlıdırlar. Qışqırmaq haqlılıq əlaməti deyil. Bir saniyə, həqiqət xanım, bir dəqiqə sakitləşin. Mən burada, bir saniyə, gözləyin. Simara, burada uşağın anası sənsən. Cümə günü burada Fariz zəng elədi və Fariz dedi ki, anamla get bizə. Getdin? Mikrofon. Xeyr. Olar mən danışım onlarla. Olar bir dəqiqə. Elnara qarışmayın siz. Simara getdiniz? Mikrofonu var. Hə, getdik. Getdiniz? İşləyir mikrofon. İşləyir. Getdiniz, qaldınız orada? Qalmağa yox, amma getdim, sonra da getdim rayona da paltarzat gəldim. Hə, sən demişdin ki, rayona gedəcəm paltarlar götürməyi. Rayonda harda qalırsan Simara? Rayonda qalmıram, Göygölə kötmüşəm. Göygöldə harda qalırsan? Göygöldə... Ay bacı, qoy danışaq da. Sənin qızındır, niyə biabr eləyirsən get-gedə? Ay, sən də bir dayan da. Hələ, Rasimə xanım şoqdadır ki, bir saniyə, bir dəqiqə. Qoy yerə mikrofonu. Deməli, Talih bəy, mikrofonu verin Rasiməyə. Deməli, Rasimə xanım bayaqdan şokdadır, elə bilir ki, o onun anasıdır. Bu da qaynanadır. Məncə siz belə təsəvvür edirdiniz, elə düşünürdünüz, yoxsa? Yox, bilirsiniz, birincisi bunlar hamısı elə bilir ki, qışqırmaqla oyuncaq bu şeydir. Bu ailə ilahi bir konstitusiyadır, Allahın konstitusiyasıdır. Hələ dövlətlər yaranmamışdan qabaq, nə bilim, padşahlıqlar olmamışdan qabaq Allah birinci ailəni yaradıb. Və bu biz ki, uşaqlar dünyaya gətirir, bunlar biz bir vasitəçiyik, bunlar hamısı düz Allahın evlatlarıdır. Hamımız da buna görə məsuliyyəti. Bu olanlar, siz burada çığırıb bağırsınız, bunlar olanlar əsasən uşağa sirayət edir. O ki, ailə ki, deyir ki, nəsə ayrılır, yə durmur. Yəni, uşağa deyir ki, sənin həyatın belə cəri olsun, cəhənnəmə olsun. Siz burada uşağı düşünmürsünüz. Hərə öz mənfəətini, belə baxanda görürsünüz ki, psixoloji durumları normal olmayan bir insanlar var. Bunlar uşağı alıb, uşağı baxmağı, nə bilim, tərbiyə eləmək, bu uşağı yetişdirmək istəyirlər. Bilmirəm, bu uşağın atası haradadır? Uşağın atası Qazaxıstandadır. Uşağın atasının 3 evliliyi olub, 3 evlilikdən hərəsindən, birindən 2 uşağı, birindən 1 uşağı, birindən də 1 uşağı var. Və indi aliment borcları yığıldığına görə Qazaxıstandan Azərbaycana gəlməsinə qadağa qoyulub, gələ bilmir. 4000 manat Azərbaycan pulu ilə Qazaxıstandakı 2 uşağa aliment ödəməlidir. İndi zəhmət çəkir, zülüm çəkir, əziyyət çəkir, başa düşürük, ödəyə bilmir, yavaş-yavaş ödəyir, az verir, çox verir, hər nəysə indi orada o da bir zülümə düşüb. Kim istəyər ki, evindən, eşiyindən, ailəsindən, obasından, torpağından, vətənindən uzaq düşsün, getsin qürbət bir yerə və orada harda gəldi, getsin, çalışsın, keç olmasa 500 manat toplayıb o uşaqlarına verə bilsin. Nəysə, o oğlanın başı belə bir qalmaqaldadır, qeyri-qaldadır. Ana bu deyək, ha? Yox, ananın işi bir... Ana işləyir, ana birinci gələndə dedi ki, mən uşağı istəmirəm. Verin uşaq evinə. Sonra dedi, verin atasına. Sonra dedi, indi gəlb deyir, verin nənəsinə. Ana ümumiyyətlə uşağı götürmək istəmir özü. Gələndə elə idin də, qızım, elə deyil. Belə demirdi. Yox, indi dəyişmirsən fikrini, yoxsa indi də istəmirsən? Yox, indi istəyirəm, uşağımı aparıb özüm baxacağım. Xeyr. Heç nə ona vermirəm, nə buna vermirəm. Özüm öz uşağımı saxlayacağım. Xeyr.
Uşaq mənimdir, mən saxlamışam. Zaur bəy, bugünkü gündə ana öz Uşaq mənə hüquqlarından qırılır. rəsmi qaydada Elnarə xanımın xeyrinə imtina edib. Xeyr. İmtina o deməkdir ki, mənim uşağın üzərində olan hüquqlarından imtina edirəm. Bəli. Və xanım onun rəsmi qəyyumudur. Bayaqdan hamı qışqırır xanımın üstünə. Bəli, bəli. Əslində keçən efirdən mən də biraz xanımı tənbih elədim. Çünki uşağın vəziyyəti doğrudan acınacaqlıdır. Onda mən Və sizə bir biz hüquqşünas kimi uşaqlara bir şey görə- soruşum. Buyurun. Deməli, xanım anasına qəyyumluq verəndə həyat yoldaşı burada olmayıb, atası da var uşağın. Amma rəsmi himayəçisi ana olduğuna görə gedib tək başına verə bilibdir. Çünki ata burada olmayıb və ana da yəqin ki, məhkəmə qətnaməsində uşağın himayəçisi kimi qeyd olunubdur. Belədir, Və yoxsa rəsmi əgər qətnamə var sizdə uşağın himayəsi ilə bağlı, Məhkəmə olmayıbdı. onda yəqin heç atalıq hüququ da verilməyib. Atalığı verilibdir o Yox, uşağın. atalığı var. Rəsmi atalıq- nigahınız olub sizin. Yox, Yox. rəsmi nicahımız Amma olmayıb. atalıq müvafiq icra hakimiyyəti orqanında ata verib, düzdürmü? Hə, verib. Amma demək ki, rəsmi himayəçisi sən olmusan ki, ona qəyyumluq verilibdir. Mən Ata saxlama ortada qəyyumluğu olmayıb, hüquqlarını icra edə Saxlama bilməyib. qəyyumluğu vermişəm. Kimə? Hal-hazırda bugün Saxlamaq üçün qəyyumluq vermişəm ona. biz o sənədlərlə Saxlamaq tanış üçün ola qəyyumluq bilərikmi? verilir. Anadan doğulan bir gündəndir qayyumluq. O da mənim ötəliyimdə də cavab deyil mənəm. Bəli, bəli.